Çox sürücü bu suala sərt cavab verdi və ya ümumiyyətlə cavab verə bilmədi. Sürücülərə belə bir sual vermişdim ki, yaşıl avtomobilin sağa dönmək istədiyi bu şəraitdə düzünə hərəkət etmək istəyən o bədbaxt mavi avtomobilin sürücüsü nə etməlidir? Svetoforun yaşıl işığını gözləyib düzünə gedə bilərmi, yoxsa sağa dönməlidir? Savadlı sürücü deyir ki, mavi avtomobilin sürücüsü svetoforun yaşıl işığını gözləyib düzünə gedə bilər. Amma digərləri deyir ki, yaşıl avtomobilə maneçilik yaratmalı deyil, sağa dönməlidir. Amma görək qanun nə deyir? Maddə 76-nın 2-ci hissəsi. Diqqət et. Sürücü, sən başa düşməlisən ki, svetoforun əlavə bölməsindəki yaşıl işığı görüb, dərhal əsəbləşmə, mavi avtomobilə siqnal vermə. O əlavə bölmə sənə sağa dönməyə icazə verir. Bax, məcbur etmir, icazə verir və minnətli şəkildə, başaşağı şəkildə icazə verir. Niyə? Sən başa düşməlisən ki, sənin svetoforunda qırmızı yanır. Sən belə də ki, dayanmalısan. Amma əlavə bölmə quraşdırılır ki, bu yol ayrıcında sağa dönən çoxdur deyə o quraşdırılır və sənə minnətli şəkildə, başaşağı şəkildə hər kəsə yol verdikdən sonra sənə icazə verir. Niyə? Çünki sənin svetoforunda qırmızı yanır. Sən niyə mavi avtomobilin sürücüsünü siqnallayırsan? Sən elə bilirsən o yaşıl ox yandısa, sən hər kəsi əzib sağa dönməlisən. Mavi o yaşıl işıq səni minnətli şəkildə sağa dönməyə icazə verir. Deyirsən ki, düzünə getmək istəyirdi, ikinci zolağı tutmalı idi. Tamam, bəs gediş üçün bir zolaq varsa, onda mavi avtomobilin sürücüsü bəlkə heç yola çıxmasın. Bəlkə heç bu yol ayrıcından istifadə eləməsin. Çünki bu yol ayrıcında artıq yalnız sağa dönənlər gəlməlidir bu yol ayrıcına. Elə olurmu sizcə? Ona görə artıq qaydaları bilmək vaxtıdır. Sükan tutmaq dövrü bitmişdir. Qaydaları bilməyən sürücü hər gün cəlmələnmək zorundadır. Sağ olun, sizinlə mən Rıza müəllim idi.